Salam, axşamınız xeyir. YouTube kanalıma xoş gəlmisiniz. İnşallah ki, xoşunuza gəlir çəkdiyim videolar. Düzdür, təzə başlamışam. Baxışlar olsa, like olsa çox yaxşı olar. Sevinərəm. Mənə də həvəs olar, mənə də həvəs gələr. Biraz da artıq çəkərəm. Özümü hələ ki göstərmirəm. İnşallah qismət olar ki, yaxşı baxışlar gələr. Yavaş-yavaş özümü də göstərərəm. Xoş izləmələr indidən. Burada bəzi məhsullar mənim üçün hədiyyədir. İşdən bizə təlimlər olur, oradan hədiyyə verirlər. Bəzilərində endirimlərdən almışam. Saç baxımı var, kosmetika var. Ondan sonra belə bir şeylərdir, xırda məhsullardır. Çəkim göstərim, sizin də inşallah xoşunuza gələr. Birinci aldığımız məhsulumuz Rossmanndan almışam. Pantenin yağıdır, argan yağıdır. Endirimdəydi mən bildiyimə görə. Endirimi hələ də davam eləməlidir. Argan yağından çox qəşəngdir, xoşuma gəldi. Sonra belə serum almışam. Bunu da Rossmanndan almışam, mən bilən. 360 dərəcədir, feniyəndə də yaxşıdır. Bir fil serumdur. Saç yuyandan sonra tərkibində keratin baxım da var. 100 ml İtalyandır. Bunu da haradasa 16 manat almışam, mən bildiyimə görə yadımda elə qalıb. Burada bir neçə yerdən aldığım məhsullarım var. Ona görə ola bilər qiymətlərini saxlaya bilərəm. Bunu da belə Barbie Miniso'dan almışam. 3 dənəsi endirimdə idi, 5 manat idi. İndi bilmirəm, endirimi davam eləyir. Deyirlər, buranın sponsorları çox yaxşı olur. Mən də dedim, alım, yoxluyum. Görüm, xoşuma gələcək. Sonra bunu isə 28-dən almışam. Kontrol eləmək üçün 5 manat idi. Baxın, istəyirsiniz yaxından da. Sonra belə kubkalar almışam yenə. Bunu da 28-dən almışam. Gəlin. Bunu da Aktif'dən almışam özüm üçün. La Roche-Posay məhsuludur. Cicaplast Balm B5 Plus'dan. Bu çox qəşəngdir. Dəridə quruma, sonra lazerdən sonra yanma olanda, adi yanıq olanda belə istifadə edə bilərsiniz. Çox gözəl effekti var. Biri 100 ml var idi, indi ikincini almışam. Çox xoşuma gəlir məhsul. Sonra CeraVe'dən belə əl kremi almışam. Quru dərilər üçün, həddindən artıq quru dərilər üçün. Həm dırnaqları yaxşıdır, həm də əl üçün qış boyu istifadə edəcəm. İnşallah görə xoşuma gələcəkmi? CeraVe brendidir. Fransa brendidir. Sonra burada isə bizim Olivadan aldığımız məhsullar var. Belə pudra almışam toz şəklində. İnşallah ki, xoşuma gələr. Qiyməti də endirimdə idi. Pudranın qiyməti 12 manat 30 qəpiyə idi. Sonra ənlik almışam. Krem formasındadır. Bunun da qiyməti 10 manat idi endirimdə. Sonra belə kontur almışam. 2 rənglidir. Bunu da inşallah yoxlayaraq görək, xoşumuza gələcək. Endirimdən 9.90 almışam. Adına da baxırsınız, baxın, Minelio yadır. Bu da highlighter'dır, Divagi. İnşallah ki, bu da xoşuma gələr. Birinci dəfə də alıram. Sonra bu da qaş üçün karandaşdır, plamaster formasındadır. İnşallah ki, xoşumuza gələr. Çeklərimdir, çeklər yaddan tutub qalır. Və bu mənə hədiyyə olunan məhsullardır. Efaqlardan üz yuma gelidir. Yağlı problemli dərilər üçündür. Sonra belə Dekos'dan şampun var. Kəpəkli saçlar üçündür. Quru saçlar üçündür.
Böyle bir kosmetika çantam var Vichy brendindən. Çox qəşəngdir. Rengi də qırmızı. İnşallah ki xeyir işlərdə işlədək. Və krem teksturasında olan üzüma gelidir. Quru dərilər üçündür, həddindən artıq quru dərilər üçündür. Mənim də dərim qışda quru olur. Amma yayda o qədər də quru olmur, yağlı olur. Və bu qədər. Xoş izləmələr. İnşallah ki xoşunuza gələr. Mən də yavaş-yavaş bu məhsulları istifadə edeyim. Görüm özümün də xoşuma gələcəkmi? Gecəniz xeyrə, xoş izləmələr. Bugün ayın 18-idir. İnşallah ki 1-2-3 günə yeni videomuz olar.